Bugün sizə ekler xəmirinə oxşar, amma tamam fərqli bir peçenya resepti hazırladım. Peçenyaların xəmirini hazırlamaq üçün bizə 100 qram duzsuz kər yağı lazımdır. Mən hər zaman olduğu kimi ankor kər yağından istifadə edirəm. Tərəzidə 100 qram kər yağımızı kəsirik, ölçüb götürürük. Üzərinə 250 ml süd əlavə edirik. Bura 60 qram şəkər tozu və 2 qram da duz əlavə edib qazanı ocağın üzərinə yerləşdiririk. Qarışdırırıq və yağımız tam əriməlidir. Artıq yağ əriyib. Asta-asta qaynamağa düşən vaxtda 170 qram unu da üzərinə əlavə edirik. Bu arada ocağı söndürməmişik və ocağın üzərində əlimizi dayandırmadan spatula vasitəsilə tez-tez unu qarışdırırıq. Düyün topa şəklində qalmasın. Xəmir tamamilə hazır olduqdan sonra, toparlandıqdan sonra ocağın üzərindən götürüb tez soyuması üçün ayrıca bir qabın içərisinə əlavə edirik. Və burada da tez-tez qarışdırıram ki, xəmirimiz tez soyusun. Xəmir artıq soyduqdan sonra burada 4 ədəd yumurta var. Yumurtaları hissə-hissə bir-bir əlavə edərək mikserlə qarışdırırıq. Xəmirin qatılığını, yəni türklər demiş kıvamını tutturmaq üçün mütləq yumurtaları bir-bir əlavə etmək lazımdır. Əgər istifadə etdiyiniz yumurtalar iri ölçüdə olarsa, 4 ədəd bəs edəcək. Mənim istifadə etdiyim yumurtalar biraz kiçik olduğu üçün 4 ədəd baxdım ki, bəs etmədi. 5 ədəd yumurta istifadə etdim və 1 çay qaşığı da vanildən istifadə etdim. Xəmirin axıcılığı bu cür olmalıdır. Bir qədər belə axıcı olmalıdır, amma çox da yox. Nə çox duru, nə çox qatı olmalı deyil xəmir. Ona görə yumurtaları istifadə edərkən mütləq bir-bir əlavə edin. Hazır olan xəmiri hissə-hissə əlavə edirəm sıxma torbasının içərisinə. Başlıq olaraq da ekler başlığından istifadə edirəm və məsafəli şəkildə xəmiri sıxırıq listimizin içərisinə, üzərinə də bolluca şəkər tozu səpmək lazımdır. Burada mən oğlumun istəyi ilə şəkər tozunu biraz az səpdim, amma bu reseptdə peçenyaların üzəri bolluca şəkər tozu olmalıdır. Yəni çox səpsəniz üzəri qəşəng biraz xırçıltılı olacaq. Üzəri xırçıltılı, bir sözlə içərisi də yumşaq bir peçenyalar olur. Konveksiya rejimində 120-130 dərəcə arasında tam 50 dəqiqə müddətində bunları bişirdim. Konveksiyasız sobalarda isə 160-170 dərəcə arasında bişirə bilərsiniz. Mütləq bir 50 dəqiqə bişirin ki, içərisi xəmir qalmasın, içərisi də yaxşı bişsin. Tərkibində süd olduğu üçün peçenyaların içərisi yumşaq qalır, amma üzəri xırçıltılı olur. İnandırım sizlər ki, çox dadlı, ləzzətli alınır. Yüngül və çox dadlı peçenyalardır. Hazırlayanlara nuş olsun. Videonu mütləq yaddaşa verin. Hələlik.